Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin və sallallahu ala Muhammed və alihi tahirin. Salam ərz edirik və 6-cı dərsi bu gün başlayırıq. Ulum hədis dərsidir. Bu dərsidə 6-cı cələsədə yetişmişik Şiənin hədis tarixinə. Görək ki, Şiənin hədisi nə cür nəql olunub, nə cür yazılıb və bizim əlimizə çatıbdır. İstəsək, Şiənin hədisinin tarixin mərhələ-mərhələ qabağa gedək. Əvvəl mərhələsi öz Peyğəmbərimizin zamanında ittifaq düşübdür. Peyğəmbərimizin zamanında bir kitablar yazıldılar. Peyğəmbərimizin hədisləri ki buyuruydular, yazıydılar. Əvvəl nəfəri ki Peyğəmbərimizin hədislərini yazıb Əmirul Müminin Əli əleyhissalamdır. Əli kitabı. İkinci nəfər istəsək ad aparaq Fatimə Zəhradır. Fatimə Müshəfi və Əli Müshəfi. Əmirul Müminin İmamul Müttəqin Əli əleyhissalam çox kitablar yazmışdı Peyğəmbərimizin zamanında. O kitabları ki Əmirul Müminin yazıblar və bu kitablardan Şiə və Sünni alimlər ad apayıblar. Kitab-ı Əli və Müshəf-i Əlidir. Müshəf-i Əli bir dənə xırda, balaca kitab idi ki, Həzrət öz şəmşirinin əl yerinə bağlamışdı. Özündən çox dolandıyardı. Həddlər və o qanunlar ki var idi, camiədə bunlar icra olunsun, Əmirul Müminin Peyğəmbərdən soğuşub və bu kitaba yazmışdı. Bu xırdaca kitabı Əmirul Müminin həmişə özünlə dolandıyardı. Amma Səhifə-i Əli əleyhissalam Kitab-ı Əli, o ki xırdacadır Səhifə-i Əlidir. Kitab-ı Əli yekə bir kitabıymış ki, bu kitabda Peyğəmbərimizdən çoxlu hədislər, çoxlu sözlər və çoxlu qanunlar oyda yazmışdı və Şiə və Sünni alimlər bu kitabdan ad aparıblar. Bu kitabdan çoxlu hədislər nəql ediblər ki, Əmirul Müminin öz kitabını açdı və Peyğəmbərdən filan hədisi buyurdu. Səhifə-i Fatimədə Fatimə Zəhra salamullah əleyha öz babası Peyğəmbərdən bir hədisləri ki eşidiydi, onları yazırmış və bu səhifədə cəm eləyib. Amma səhabədən keçən dərsidə də deyildi ki, Səlman-ı Farsi, Əbu Zər və ayrı səhabədə kitablar yazmışdılar. Amma o ki qalıb indiyə və əhəmmiyyəti var bizə, mühümmidir, Süleym ibn Qeysin kitabıdır. Süleym ibn Qeysin kitabı Peyğəmbərdən, Peyğəmbərimizin vəfatından sonra yazılıbdır. Ki tarixi bir haləti var. Peyğəmbərdən sonra nə ittifaqlar düşdü, onların tarixini yazıb. Bu 4 dənə kitabın içindən fəqət Süleym ibn Qeysin kitabı bizim əlimizdədir. Amma Səhifə-i Əli, Səhifə-i Fatimə Zəhra və Kitab-ı Əli bizim əlimizdə deyir. Əlbəttə, Şiə alimləri buyururlar ki, bu kitablar imamların bir-bir əllərində intiqal tapıb və indi də bu zaman Həzrət Vəliyə Əsr, Sahibul Əmr əleyhissalamın ki Allah zuhurunda təcil eləsin, onun
ixtiyarındadır. 5-ci kitab istəsək deyək, Səhifə-i Səccadiyyədir ki, İmam Səccad əleyhisselamın duaları bu kitabda yazılıb və çox mühüm bir kitabdır. Əlbəttə, bu kitab sonralar yazılıb, amma hədisləri İmam Səccad əleyhisselamın zamanın hədisləridir, ona görə burada gəlibdir. Səhifə-i Səccadiyyə bir mühüm kitabdır. Bu kitabın hətmən bəzi duaları var, bunları şiələr gərək oxuyalar. Bunları müsəlmanlar gərək oxuyalar. Hətta qeyri-müsəlmanlar da bunu oxumaqlığından ləzzət apayarlar. Çoxlu dualar var. Məşhur dualar var. Bu kitabı inşallah məxsusən şiə cavanları alala və istifadə edəyələr. Məkarimul əxlaq duası şayət mühüm dualarındandır. Və münacat xəmsə əşərə var, ayrı duaları var ki, istifadə eləməlidir. 6-cı kitab Zeydin müsnədidir ki, Zeyd ibn Əli ki, bir kitab yazıb və bu da bizim əlimizə üdür ki, kamil əlimizə çata, əlimizə tarixdə çatmayıb. Tohid-i Müfəzzəl İmam Sadiq əleyhisselamın zamanında bir nəfər Müfəzzəl adında gəldi, dedi ki, mən Allahı tanıtdırmağa istəyirəm sözüm ola, həm özüm tanıyam və həm bu ki, müsəlmanlar məndən istəyirlər Allahı tanıtdıram, istəyirəm bu sözləri səndən eşidəm, yazam və Allahı tanıtdıram. İmam Sadiq əleyhisselam buyurdular ki, mən bir sözlər deyirəm, Allahın ayələrin, nişanələrin xilqətdə deyirəm, onları yazasan və həm özüvə və həm bizim şiələrimizə və müsəlmanlara yetirəsən. Ki, bu kitabda müxtəlif heyvanların, gövərəntilərin və ayrı Allahın məxluqatı ad apaylanır və orada Allahın icazları bunlarda deyilir. Bu kitab çox qəşəng kitabdır və Allahı tanımaqlıqda, Allahın qüdrətin, izzətin, elmin, rəhmətin düşünməyə bu kitab qəşəng kitabdır və indi də vardı, təhiyyə eləmək olar, almaq olar. 5-ci kitab ki, imamlar zamanında yazılıbdır, Misbah-ı Şəriədir ki, İmam Sadiq əleyhisselama mənsubdur. Deyirlər ki, bu kitab İmam Sadiq əleyhisselam özü yazıbdır. İxtilaf var, bəziləri deyirlər, yox, İmam Sadiq əleyhisselamın səhabəsindən biri bu kitabı yazıb. Sözlər vəli imamın sözləridir. Əxlaqi kəlmələr, hədislər və çox gözəl hədislər bunda var. Bir nəfər istəsə ki, əxlaqı da rüşd eləyə, hətmən bu kitabı oxumaqlığından ləzzət apayıb və istifadə edəcək. Bu əvvəl dövrədir. İstəsək, ikinci dövrəni ad apayaq, usul ərbəəməə. Ərbəəməə yəni 400 əslidən gərək ad aparaq. 400 əsl imamların zamanında yazılıb. Bu əslilər bir kağızlarda, bir məcmuələrdə, bir xırda məcmuələrdə imamların, sözlərin və hədislərin yazıymışlar və saxlayırmışlar bəzi səhabə. Əmirül-Mominin zamanından ta İmam Əsgəri zamanına kimin ki, Allahın səlamı və səlavatı o əhl-i beytə olsun, bu sözləri yazarmışlar. Niyə bunları əsl deymişlər? Ona görə ki, imamlarımız buyurardılar ki, şiələr, əgər bizə əl çatmışsınız, bu səhabə ki, əsl əllərində vardı, gedin onlara baxın, görün bizim hədislərimiz nə cürdür və istifadə eləyin. Bu əslilər çox uydular. Tarixdə alimlərimiz buyurublar ki, bunlar 400 dənə əsliymiş ki, ərbəəməə əslinə məşhur olubdur.
Amma bu Ərbəə əslləri nə oldu, hara çatdı? Əllamə Tehrani mütəqiddir ki, bu Ərbəə əslləri özləri qalmayıb, amma sözləri və hədisləri müxtəlif kitablarda, sonrada gələn kitablarda yazılıbdır. Yəni bu əslilər özləri qalmayıb ki, deyək, bu əvvəlimci əsl, ikinci, üçüncü, 400 dənə əsl bizim əlimizdə ola. Amma bu kitabların hədisləri müxtəlif o birisi kitablarda yazılıb və bizim əlimizə çatıb. Və bu 400 dənə əslidən fəqət 16 əsli indi bizim ixtiyarımızda qalıb ki, Müstəfəvi, Həsən-i Müstəfəvi bu 16 dənə əsli yığıb bir kitab eləyib və çap olunubdur. Ki, bir nəfər istəsə bu 16 əsli eləyə bilər, oxusun və mütaliə eləsin. Bəs bu ikinci dövrə idi. Bunların hamısı imamların zamanında ittifaq düşdü. Üçüncü dövrə imamlardan sonradır. Yəni İmam Zaman əleyhissalamdan sonra Suğra qeybətindən başlayır və 2 qarn tul çəkir. Əvvəlin bu kitablar ki, imamlardan sonra yazılır, çox əhəmiyyəti var. Niyə? İlləti budur ki, bu kitablar hamısı bizim əlimizdə var. Ondan sonra bu kitablar camidirlər, çoxdular, hədisləri çoxdur. Və bizim dinimizi bu kitablardan almışıq. İmam Zamandan sonraki Qeybət-i Suğradan başlayır və 200 il tul çəkir, 4 dənə mühüm kitab yazılır. Bunlara deyərlər Kutub-i Ərbəə, yəni 4 dənə kitab, əsli kitab. Şiənin 4 dənə əsli kitabı bu kitablardır. Əvvəlin kitab Kafi kitabıdır. Şiələr bu kitabı gərək tanıyalar. Və bir dənə məşhur söz var ki, Əl-Kafi kafin li şiətina. Kafi bizim şiələrimizə kifayət eləyər. Bu bir şöhrət, məşhur sözdür. Kafi Koleyni bu kitabı yazıb. Koleyni Tehranda, Rey şəhrində, qədim zaman Rey deyəmişlər, indi Tehran onun yerindədir. Rey şəhrinin bir dənə kəndlərində Koleyn adında, orada dünyaya gəlib. Qeybət-i Suğra içində. Bu çoxlu ustadlardan, Qumdakı ravilərdən istifadə edib, sonra Bəğdada gedib və bu Kafi kitabın 20 il zəhmət çəkib ta bu Kafi kitabın yığsın bir yerə. Koleyni təqribən Qeybət-i Kubranın əvvəlində 300 Xurdei Hicri ildə Bəğdadda dünyadan gedirlər və orada Bəğdadda qəbirləri də oradadır. Bu Kafi kitabı 16.199 dənə hədis var idi. 3 bəxş var idi. Bir əvvəl bəxşi usuldur, əvvəl qisməti usuldur, ikinci qisməti furu'dir və üçüncü rozədir. Usulda bəhs eləyir elm-u cəhl, əql-u cəhl, elm, hüccət və bu cür usuli bəhsləri bəhs eləyir. Furuda əhkamı deyir. Təharət, namaz, oyuş və bunları buyurur. Və axır rozədə də, rozə bəxşi, müxtəlif mövzularda, ayrı bir başqa mövzular sözləri axır bəxşidə və qismətdə gətiribdir. Öcür ki, təsvirdə görüşür, bu kitab Kafi adında məşhur çapı 9 cildidədir. Əlbəttə, bu əksi ona irtibatı 9 cild deyir. 9 cildidədir, 2 əvvəl cildi usul, 6 sonradakı cildi furu və bir dənə axırıncı cildi rozədir.
Bu kitab çox mühüm kitablardandır, müxtəlif dillərə tərcümə də olub. Fikr eləyirəm, Azəri tərcüməsi bunun olmuyor. İkinci kitab Şeyx-i Səduq. Şeyx-i Səduq Qum əhliymiş. Şeyx-i Səduq Şeyx-i Koleynidən sonra dünyaya gəlib. Bu bir kitab yazıb, Mən la yəhzəruhul fəqih. Şeyx Səduqun zamanında bir təbib var imiş, adı Razi. Bu bir kitab yazmışdı, Mən la yəhzəruhul təbib. Yəni, o adam ki, təbib onun yanında huzuru yoxdur, təbibə əli çatmır, bu kitabı oxusun. Şeyx Səduq da gördü, yaxşı işdir ki, bir dənə kitab yazar ki, şiələr ki, fəqihə əlləri çatmır, bu kitab oxusunlar. Mən, yəni o şəxs ki, la yəhzuruhul fəqih, fəqihə əli çatmır, fəqih onun yanında hazır deyir. Bu kitab çox mühüm kitabdır. Şeyx Səduq çoxlu kitablar yazıb ki, mühümlərindən başqa mühüm bu kitabdır. Bu kitab 5998 rivayət var idi. Şeyx Səduq Reydə dünyadan gedib, Tehranda dünyadan gedib və orada qəbri də oradadır. Üçüncü kitab və dördüncü kitab Təhzibul Əhkam və İstibsar. İkisi də Şeyx-i Tusi. Şeyx-i Tusi'nindir. Şeyx-i Tusi Tusda, yəni Xorasanlıymış. İranda Xorasan, İmam Rıza aleyhisselam Məşhəddə dəfn olublar. Tus yoxundur. Bəs Xorasanlıymış. Tus əhliymiş. Şeyx-i Tusi iki dənə çox kitablar yazıb. Bu iki dənə kitabı mühümmüdürlər. Təhzibul Əhkam ən mühüm kitabıdır. 13988 rivayət var idi və bu kitabda əhkam hər nəkini yazı vardı müsəlmanlara, şiələrə bu da cəm eləyib. Sonra İstibsar kitabını yazıb. İstibsar kitabın ixtilafi rivayətlər, o rivayətləri ki, lazım tozih verilsin, Təhzibul Əhkamda ki, rivayətlər, o rivayətləri ki, lazım tozih verilsin, İstibsar kitabında gətirib və tozih veribdir. Şeyx-i Tusi. Şeyx-i Tusi çox mühüm alimlərimizdəndir. Şeyx Mufidin şagirdidir. Seyyid Murtəzanın şagirdidir və bu kitabları da mühümmüdürlər. Bəs bu Kutub-i Ərbəə yetirdik bu. Kutub-i Ərbəə 4 dənə kitabdır ki, şiələrin əsli kitabları hesablaşır. İnşallah gələn dərsidə bu sözlərin və tarixin qalanın xidmətinizə yetiririk. Allaha tapşırırıq, inşallah müvəffəq olasınız. Və sallallahu əla Muhammed və alihi tahirin.